Hər halda təşəkkür edirik bir daha iştirakınız üçün. Amma unutmayın, siz gözəl bir təşəbbüsdə bulundunuz və icrasımızı yalnız mənim bu yazdığım bir dənə bir paragrafla, stil bir paragrafla sona çatdırırıq. Alqış olsun bu işin təşəbbüskarlarına deyə toplumsal hərəkətlər, o cümlədən qadın, gənclər, işçi, azadixah hərəkətlərin ortalıqlarına ayaq dirəməlisiniz, yeri çəkilməməlisiniz, milli istəklər ilə yanaşı, demokratik istəkləri də bütünlüyü ilə tələb etməkdə olmalıyıq. Necə ki, bir millətçi ziyalının da, yəni bu qaçılmaz bir vəzifəsidir. Başqa ziyalilər də millətçilərin məsələlərinə qatılmalıdırlar. Dediyim odur ki, ayaq vurmalısınız yerə və çəkilməməlisiniz. Nə bilim, bu komünist bir bayramdır. Nədir? İşçilərimizi günü bu gündən başlarına gələn hər bir bəlanı anladır. Sabahlarıma başqa bir yolda, Azərbaycanın qurtuluşundan savayı bir yolda getməsinlər deyə icrasımıza son qoyuruq. Bir daha təşəkkür edirik. Gələn ayaqlarımızı